Dədənin vaxtları var idi. Kərə yağını kanovkalardan alırdı evi. Qoyunun para şaqqasını alırdı, qoyurdu xaladenikə, xaladenikin qapısı bağlanmırdı. Heç kimin qapısında maşın olmayanda bizim qapıda 2 dənə maşın var idi. Şirvan vaxtı getdim 80 Şirvana özümə Kojun Remen aldım. Udineze xalanın ad günündə taxdım, bütün kət məndən danışırdı. Xəzangülün qızın toyunda 4 dənə 50 minlik muzikatların üstünə atdı ki, klarnetlə qarmon dayansın, təkcə nağarada anam alsın çalın. Gör harınlamışlığa bax. Cəmaət İran konfetindən çay içəndə bizim evdə 3 cürə rasiski şokolad olurdu. Sən elə şokolatı deyirsəni, cəmaət yanvarın biri yeni il keçidəndə Şaxta baba bir ay əvvəldən bizdə olurdu. Nə oldu? Elə mən doğulan kimi kasıbladınız siz. Biz ailə olaraq əlimizə düşən şanslardan istifadə eləməmişik ya. Qadanız alım, gəlin bu dəfə ağıllı tərpənək. Baxın, bir marketdə lotereya keçirdirlər. Hər 10 manatlıq alış-veriş bir şansdır. Hər həftə hədiyyə, hər ay maşın udmaq şansınız var. Bilsən nə qədər hədiyyələr var papa? Bir dənə buna bax. Bir market hədiyyələri Şaxta babadan qabaq paylayır ki, nə zor. Hələ hədiyyələr davam eləyir. Finalda da Sibrizdən ev uda bilərik. Gəlin hamımız bir marketdən alış-veriş eləyək. Vaxtı gələndə deyərik ki, heç kimin Sibrizdə ev olmayanda bizim var idi.